Nə iş görəsən sənin rəftarın Əmir-əl-möminin Əli əleyhissalamın rəftarına oxşuyor. Rıza İmam Sadiq əleyhissalam bizə bu mətləbi sifariş buyurur. Əgər insanın ömründən 2 gün qala, əcəli 2 günlükdür, bir gün sabah. Bu adam bu 2 gündə neynəsin? Bu adama deyər Həzrət Əzrail deyə, 2 gündən sonra canı alacaq. Bu 2 gündə bir işi gör, bələnd ol. Həzrət buyurdu, gələk o bir günün ədəbi örgəşməklikdə qərar verəsən. Ki, neyniyəsən, onunla saadəti əbədiyyə çatasan. Nə iş görəsən, ədəb-i ilahiyyə dara olasan. Nə iş görəsən, sənin rəftarın Əmir-əl-möminin Əli əleyhissalamın rəftarına oxşuyor. Onu təhsil eləyəsən də, örgüşürsən də. Həzrət buyurur, ruz əvvəli ədəbində qərar verərsən, ikinci günü o ədəbin sayəsində özü nəcat verərsən. Eləyə bilərsən, o ədəbinlə özü ya mövcudi behişti eləyəsən və əgər bir ədəblikdə örgəşsən, özü bir mövcudi cəhənnəm eləyəsən.